Hakim, açıq söhbətdə xoş gördük. Bu dəfə gəncliyimizdən danışacağıq. Daha doğrusu, gənclərin qarşılaşdığı problemlərdən və onların bu problemlərin öhdəsindən necə gələ bilmələrindən. Gənclik bütöv bir anlayış olsa da, əyalət gəncliyi ilə şəhər gəncliyi arasındakı fərqin kifayət qədər böyük olduğunu hər kəs bilir. Və bu da təbii proseslərlə bir hissəsi bağlıdırsa, digər bir hissəsi də süni problemlərdən irəli gələn məsələlərdir. Bəs bütövlükdə gənclərimiz cəmiyyətdə özlərini necə təsdiqləyə bilirlər? Mövzunu müzakirə etmək üçün Azərbaycan gəncliyini bura dəvət edirəm. İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyev. Buyurun. Sosiolog, region gəncləri ilə birbaşa işləyən Cavid İmamoğlu. Hər ikinizi xoş gördük. Rauf bəy, indiki gənclərin sosial və ictimai durumunu necə qiymətləndirirsiniz? Hal-hazırda Azərbaycan gənclərinin sosial və ictimai durumları ölkədə baş verən ümumi proseslərdən, yəni inkişaf, istər maliyyə cəhətdən, istər iqtisadi cəhətdən ölkənin resurslarının və imkanlarının artması ilə eyni zamanda gənclər üçün yaradılmış imkanlar və onların özlərini reallaşdırması üçün mühit də daha da münbitləşmişdir və gənclərin də öhdəsinə düşən həmin bu yaradılmış imkanlardan, həmin bu yaradılmış şəraitdən maksimum istifadə etməkdir. Bildiyiniz kimi hal-hazırda əsas ölkə rəhbərliyində çıxış etdiyi bir tezis var ki, biz neft kapitalını insan kapitalına çevirməliyik və şübhəsiz ki, insan kapitalının da əsas episentrində insan faktorudur və xüsusilə gənclərdir və gənclər üçün yaradılan imkanlar hal-hazırda ölkəmizdə ən yüksək şəraitdədir. Cavid bəy, siz necə düşünürsünüz? Gəncləri bölək biz qruplara, yəni region gənclərini, əyalət gənclərini ayıraq, gənc alimləri ayıraq, tələbə gəncləri ayıraq, əlilliyi olan gəncləri ayıraq, qayğıdan azad olmuş gəncləri ayıraq, az təminatlı yoxsul ailələrdə olan gəncləri ayıraq və ondan sonra gəlin ayrı-ayrı onların vəziyyətinə baxaq. Ümumi danışsaq, bəli, bu günləri gənclər proqramı qəbul olunub və iş gedir. Amma ayrı-ayrılıqda, ayrı-ayrı fərqli, belə deyək də, qruplara, gəncləri və qızlara, oğlanlara ayırsaq deyə, gender üzrə də ayırsaq, baxarıq ki, hər bir qrup üzrə kifayət qədər problem var. Rauf bəy, Cavid bəy dedi ki, problemlər var. Sizə görə o problemlər hansılardır? Problemsiz bir cəmiyyət indiyə qədər mövcud olmur və bundan sonra da böyük ehtimalla mövcud olmayacaq. Amma gəncləri qruplara bölməzdən əvvəl mən belə bir fikir də xatırlatmaq istəyirəm ki, bəzən sual olunur ki, məsələn, ayrı-ayrı ölkələrdə gənclərin fərqli cəhdləri nələrdir və s. baxır. Dünyanın hansı nöqtəsində, hansı ölkəsində yaşamasından, dinindən, irqindən asılı olmayaraq gəncləri birləşdirən cəhətlər daha çoxdur, nəinki onları ayıran cəhətlər. Yəni, Azərbaycan gənci ilə Argentina gənci və yaxud da hansı Kanadada yaşayan gənclər, bunların ortaq cəhəti daha çoxdur. Gənclər daha ambisiyalıdırlar, onlar daha enerjilidirlər. Başqalarının danışacağı yerdə gənclər daha çox hansısa fəaliyyətə üstünlük verirlər, nəsə görmək istəyirlər, nəsə həyata keçirmək istəyirlər. Bir pozitiv enerjidir və bu enerjini müsbət istiqamətdə yönləndirmək lazımdır. Amma şübhəsiz ki, biz ayrı-ayrı qruplar üzrə bölsək belə, yenə də müxtəlif həmin o qruplardır, bayaq mənim dəyərli oponentim saydı o qrupları. Şübhəsiz ki, hər zaman olub problemlər və indi də var. Amma önəmli olan bir cəhət də var ki, hal-hazırda həmin problemlərin həll olunma istiqamətində bir istək var və bu istək yalnız istək deyil, eyni zamanda əməli bir fəaliyyətə çevrilib. Yəni, biz əgər 5 il öncə ilə, 10 il öncə ilə eyni qrupların, siz saydığınız qruplardakı gənclər üçün yaradılan imkanlarla indiki yaradılan imkanları müqayisə etsəz, görəcəksiniz ki, çox böyük bir irəliləyiş var və bu da indiki vəziyyətdə hələ son deyil. Cavid bəy, razılaşırsınız Rauf bəyin fikirləri ilə? Əslində, mən qruplara bölmək deyəndə, mən ümumiyyətlə bölünmə tərəfdarı deyiləm. Yəni, əksinə birləşdirib gənclərə bütöv baxmaq lazımdır. Sadəcə qrupları niyə bölmək lazımdır? Çünki region gənci ilə şəhər gənci eyni ola bilməz. Yəni, belə deyək də, bu günləri biz gənclərin problemlərini müzakirə edirsə, bəzi regionlarda gənclərin ümumiyyətlə bu problemlər maraqlandırmır, belə deyək də. Onların hal-hazırda təhsil imkanları, məşğuliyyət imkanları elə bir vəziyyətdədir ki, onlar bu işlərin dalıca deyil. Məsələn, deyək, Amerikada misal çəkilirsə, bugün Amerika gənci nəyi müzakirə edir? Müzakirə edir ki, məsələn, qoy, məsələn, evlilik yaşı qalxsın ya düşsün,
sürücülük vəsiqəsinin yaşı qalxsın düşsün, Azərbaycan gənci nəyə müzakirə edir? Azərbaycan gənci hələ özünün fiziki tələbatları barəsində düşünür. Hələ mən onun özünü aktuallaşdırmağa doğru gedən başqa tələbatlarını demirəm. Özünə güvənçisinə gətirəcək, ona qarşı qayğıdan söhbət. Hələ fiziki tələbatlar, yəni iş, gündəlik qida məhsulları ilə və gündəlik yol pulular və yaxud da digər məsələlərlə təminat barəsində düşünür region gəncləri və şəhər gənclərinin əksəriyyətində bu problem mövcuddur. Rauf bəy, şəhər gəncləri əsasən nə ilə məşğul olurlar və boş vaxtlarını daha çox nəyə sərf edirlər? Elə insanlar var ki, öz sərbəst vaxtların öz şəxsi inkişaflarına yönəldirlər. Elə insanlar var ki, gənclər var ki, sırf əyləncəyə yönəldirlər və elə insanlar var ki, ümumiyyətlə bu boş vaxtı nəyə dəyərləndirməlidirlər, necə istifadə eləməlidirlər, bu barədə konkret bir fikirləri və istiqamətləri yoxdur. Və icazə versiniz, mən oponentimin bir fikrinə də münasibət bildirmək istəyirdim. Azərbaycan regionunda olan gənclərin ehtiyacı ilə bağlı dedi ki, əsas fiziki ehtiyaclar düşünürlər və s. və Amerika gəncliyini nümunə olaraq göstərdi. Amma mən Amerika gəncliyinin biz Hollywood kinolarını izləsək doğrudan da eyni təəssürat yaranır. Amma mən imkan əldə etmişdim ki, ötən yay ərzində Amerikada bir proqramda iştirak edim və doğrudan da həmin müxtəlif ştatlarda olan gənclərlə görüşlərdə aydın oldu ki, heç də Amerika bizə kənardan təqdim olunduğu kimi deyil. Elə məhz orada da gənclərin gündəmində olan ən əsas məsələ universitetləri bitirdikdən sonra öz ixtisaslarına uyğun yaxşı iş yeri tapmaqdır və o iş yeri tapmaqdan da əlavə onu əldə saxlamaqdır. Çünki orada bu biraz çətin məsələdir. Yəni, bəzən də bu məsələlər üst-üstə düşür. Cavid bəy, bəs əyalət gəncini boş vaxtını necə keçirir, nələrə sərf edir? Əyalət gənclərinin boş vaxtının, belə deyək də, necə keçirilməsi biraz həqiqətən də problemli məsələdir. Çünki siz bilirsiniz ki, bu haqda araşdırmalarınız da olub. Mən özüm də tez-tez əyalətlərdə təlimlərlə bağlı gedirəm və görürük ki, əyalət gənclərinin əsas problemi, yəni onların, belə deyək də, hər hansısa bir formada asudə vaxtlarını təşkil etməyə, bir resurslarının, bir xidmətlərin olmamasıdır. Məsələn, siz xüsusilə fikir versəz, məsələn, o əyalətlərdə ki, orada ümumiyyətlə təhsil mərkəzi, yəni yoxdur. O əyalətlərdə ki, orada ümumiyyətlə, belə deyək də, əsas diqqətdən və yaxud da kənarda qalıb, orada gənclərin vəziyyəti daha ağırdır. Məsələn, onların, belə deyək, kitabxana ilə bağlı, mədəniyyət evləri ilə bağlı kifayət qədər problemləri var. Deyək ki, gündəlik məşğuliyyət ancaq və ancaq nədən ibarət olur? Əgər hər hansısa bir formada QHT sektoru orada işləməyibsə və resurs mərkəzi yoxdursa, gündəlik ancaq fəaliyyət çayxanadan və evdə təbii ki, fərdi məşğuliyyətdən ibarətdir. Bu, oğlanlara, kişilərə məxsusdur herhalde. Və əgər biz qadınlardan danışsaq, onda vəziyyət daha az-nazaqlıdır. Çünki qadınların əyalətlərdə cəmiyyətə çıxışı biraz da bağlıdır və onların ümumiyyətlə gündəlik fəaliyyətləri evdən və qonşudan ibarət olur. Rauf bəy, şəhər gəncliyi ilə əyalət gəncliyi arasındakı bu boşluğu necə tarazlaşdırmaq olar? Hamı bilir ki, əyalətdə və şəhərdə həyat tərzi bir olmur. Yəni, bunlar fərqlidirlər. Eyni zamanda orada olan şəhərdə və rayonlarda olan bölgələrdə olan... Yəni, düşünürsünüz, əyalət gəncliyinin istirahətə, kinoya getməyə ixtiyarı yoxdur? Mən belə demədim. Mən sadəcə deyim ki, bu şəraitlər fərqlidir və bu şəraitləri bərabərləşdirmək o demək ki, ya şəhəri biz rayon eləməliyik və yaxud da rayonu şəhər eləməliyik. Amma yəni, bunlardan heç biri məncə lazım deyil. Sadəcə biz asudə vaxt məsələsinə toxunduq. Məsələn, biz amma toxuna bilərik ki, asudə onların işləmələri üçün hansı şəraitlər, imkanlar varmı? Və bu iş məsələsinə toxunduqdan sonra o geridə qalan o sərbəst boş vaxt məsələsinə, asudə vaxt məsələsinə toxunmaq olar. Şübhəsiz ki, şəhərdə olan asudə vaxt, rayonda olan asudə vaxt keçirmə imkanları bir deyil və bunlar bir ola bilməzlər. Amma yenə də regionların özünə məxsusluğu vardır ki, onları şəhərdən fərqləndirir. Regionda yaşamağın, regionda fəaliyyət göstərməyin də öz üstünlükləri vardır. Məsələn, mən sizə bir faktı deyim. Bir çox gənclərimiz yaxşı karyera deyəndə hal-hazırda fikirləşirlər ki, onlar gəlməlidirlər Bakıya və hər hansı bir xarici neft şirkətində çalışmalılar və yaxud da böyük bir kompaniyada, şirkətdə çalışmalılar ki, onlar özləri üçün yaxşı karyera qursunlar və maddi rifahlarını yaxşılaşdırsınlar. Amma, məsələn, bir faktı da deyim, kənd təsərrüfatı ilə məşğul olmaq iqtisadi cəhətdən, yəni maliyyə resurslarının artırılması cəhətdən həmin o kompaniyalarda, şirkətlərdə işləməkdən daha əlverişlidir. Bəzən heç də rayondan şəhərə gəlmək insanın hədəfə çatması üçün lazım olan mütləq bir şey deyil. Yəni regionlardadır və bəzi biz, düzdür, çox azdır, amma var. Misallarda görürük ki, gənclər də oradan da çox yaxşı bizneslərin qururlar və inkişaf elətdirirlər.
Buyurun Cavid bəy, razılaşırsınız Rauf bəyin fikirləri ilə? Əslində məşğulluq problemi tək regionda yox, Azərbaycanın istənilən, istər Bakıda, istərsə də regionların digər yerlərində əsas problem budur ki, məşğulluq problemi var. Yəni belə deyək də, peşə təhsili. Yəni bir gənc əgər belə imkanı yoxdur, belə deyək də, məktəbi bitirib ali təhsil almağa imkanı yoxdur və şəhərə gəlməyə imkanı yoxdursa, məşğulluqla bağlı hər hansı bir kursa getməlidir. Çünki kənd təsərrüfatında çalışmağın özü insandan bir biznes plan qurmaq tələb edir. Bu biznes planı qurmaq üçün bu gəncimizə biz yəni onu gücləndirə bildikmi, biz onu o prosesə cəlb eləyə bildikmi? Bu bir sual, bu bir məsələ. İkinci, digər bir məsələ, əsas məsələ odur ki, biz bunu vurğulamalıyıq ki, bəli, region gəncləri ilə əyalət gənclərini, Bakı gənclərini, şəhər gənclərini eyniləşdirmək lazım deyil resurslar, imkanlar baxımından. Bəli, Bakıda başqa imkanlar var, regionda yoxdur. Məsələn, Bakıda irəli gənclər təşkilatı var, məsələn, bu regionda yoxdur. Amma söhbət nədən gedir? Söhbət ondan gedir ki, əgər region gənclərinin bu günləri biz imkanlar, resurslar baxımından biz bərabər götürmürüksə, amma imkanlar orada da olmalıdır. Yəni, belə deyək, biz imkanını yaratmalıyıq hər bir gəncə. Azərbaycanın istənilən nöqtəsində olmağından asılı olmayaraq hər bir gənc imkan yaradılsın. Ondan sonra deyilsin ki, bəli, bu gəncimiz inkişaf elədi, digər gəncimiz inkişafdan qaldı. Amma belə baxanda, əlbəttə, region və şəhər gənclərinin, əyalət və şəhər gənclərinin belə imkanları həddindən artıq qeyri-bərabər şəkildədir və əlbəttə ki, regiondan inkişaf eləmiş gənc çıxmayacaq. Rauf bəy, oponentinizin səsləndirdiyi argumentlərlə razılaşırsınızmı? Həqiqətənmi həmin argumentlər kənd gəncini şəhərə qaçıran əsas amildir? Xeyr, mən son hörmətli oponentimin ikinci dediyi fikirlərlə bağlı münasibətimi bildirmək istəyirdim. O dedi ki, imkanlar bərabər olmalıdır. Mən əminliklə deyə bilərəm ki, bugün imkanlar bərabərdir. Siz hər hansı bir gənci götürün, bu fərqi yoxdur. İstəyir Bakı şəhərində, Yasamal rayonunda doğulmuş olsun və yaxud da hansı bir digər kənd yerində doğulmuş olsun. Mən də sizə sayacağım, görün o həmin bu yaradılmış imkanlar onların hər ikisi üçün bərabərdirmi? İlk növbədə pulsuz orta təhsil dövlət verir. Yəni, orta məktəblərdə onlar təhsil alırlar və pulsuz icbari təhsildir. Daha sonra onların bərabər imkanları olur ki, 11 il aldıqları təhsil əsasında imtahan versinlər və universitetə qəbul olsunlar və onların əgər göstəriciləri yaxşı olsa, yenə də onlar dövlət tərəfindən, yəni onların təhsil xərclərini dövlət ödəyir. Bu da onların ali təhsil ocaqlarında bakalavr təhsili. Daha sonra eyni ilə magistr təhsili var. Daha sonra xarici təhsil dövlət proqramı var. Dövlətin müəyyən etdiyi prioritet sahələr var və əgər siz həmin istiqamətdə, həmin ixtisaslar üzrə xarici ölkələrdə hər hansı bir universitetə daxil olursunuzsa, imkan yaranır ki, dövlət sizin bütün xərclərinizi nəqliyyat xərcindən tutmuş, ta təhsil xərcinə qədər onu qarşılayır və siz gedirsiniz, təhsil alırsınız və yenə də sizə imkan verir. İstəyirsiniz qaydın gəlin, istəyirsiniz qalın orada. Fərqi yoxdur. Dövlət qulluğunda qəbul məsələləri üzrə komissiya var ki, və orada da imtahanlar test üsulla keçirir və hər bir gəncin fərqi yoxdur. Şəhərdəndir və yaxud da ki, regionlardandır. Eyni bərabər imkanı var ki, müraciət etsin, imtahandan keçsin. Cavid bəy, əyalət gəncləri, kənd gəncləri daha mübariz olurlar. Bugün onları özlərinin cəmiyyətdə təsdiqləmələrinə mane olan nədir? Mən istəyirəm əvvəlcə hörmətli oponentin bir fikri ilə bağlı bir ayrı qısa bir şərh verim. O da ondan ibarətdir ki, məsələn, siz keçən il baxsınız, Müsüslü kənd məktəbindən Uzar rayonunda cəmi bir nəfər 11-ci sinif məzunu olmuşdu. Yəni, bilirsiniz necə? Ola bilsin ki, orta təhsil pulsuzdur və bundan sonraki pillələri də biz saya bilərik. Bunlar var, amma gəlin görək 11-ci sinifi qutara bilirlərmi gənclər? Uzar rayonunda və digər rayonlarda gənclərin əksəriyyəti heç təhsilini başa vurmamış başqa ölkələrə iş dalıca gedirlər. Əsasən də Rusiyaya və digər ona yaxın əyalətlərə iş dalıca gedirlər. Niyə gedirlər? Çünki həqiqətən də ailələrdə acınacaqlı vəziyyətdir. Yəni, az təminatlı, yoxsul ailələrdir və onların belə deyək də, heç təhsil, onlar üçün təhsil prioritet deyil. Onlar üçün əsas bayaq dediyim məsələdir. Əsas yaşayışdır, yəni bu həyatda qalmaq məsələsidir. Niyə görə Azərbaycan gənci fikirləşməlidir ki, sosial rifah, yəni əgər yaşamaq istəyirsənsə, onda bu ölkədən getməlisən. Elə qoy Azərbaycan gənci fikirləşsin ki, yaşamaq istəyirsənsə Azərbaycanda qalmalısan. Yaşamaq istəyirsənsə, rifahda olmaq istəyirsənsə, qal bu ölkədə. Niyə gedirsən? Kəndini niyə tərk edirsən? Niyə Azərbaycanı dərk eləmək barəsində düşünürsən? Niyə rayondakı gənc Bakıya gəlmək barəsində düşünürsün? Bu bir məsələ. Əgər bir gənc hələ də belə deyək də ev problemi fikirləşirsə, əgər bir gənc hələ də təhsil almayıbsa, onda hansı mübarizədən, hansı özünə güvəncdən söhbət gedə bilər? Yəni özünə güvənc əldə eləmiş adam mübariz olacaq. Yəni həyatda qoyduğu məqsədlər, ideallar uğrunda qabağa getməyə onda iradə olacaq. Amma bir kəsdə ki, bu yoxdur. Bir kəs ki, hələ də aşağı səviyyəli problemlər barəsində düşünür ki, bu günləri reallıqda bunun bir şahidi oluruq, onda mübarizə əhval-ruhiyyəsi olmayacaq. Reklamlara ayrılırıq. Reklamlardan sonra Azərbaycan gəncliyinin problemlərindən və bu problemlərdən necə çıxış yolu tapmalarından danışacağıq.
Açıq söhbətdəyik. Qonaqlarım İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyev və gənc sosioloqumuz Cavid İmamoğludur. Mövzumuz isə Azərbaycan gəncliyinin problemləri və bu gəncliyin problemlərdən çıxış yolu tapmalarını müzakirə edirik. Rauf bəy, şəhər gəncliyi özünü necə cəmiyyətdə təsdiqləyə bilirmi? Kifayət qədər şərait var ki, Azərbaycan gənci hal-hazırda istənilən sahədə hansısa bir təşəbbüsünü reallaşdırsın. İstər idmançı olsun, istər yaradıcılıqla məşğul olsun, istər hansısa bir biznes ideyası olsun. Bunlar yəni dəstəklənir. İndi sadəcə sual ondan ibarətdir ki, hansı faiz, nə qədər gənc bunlardan faydalanırlar. Bəzilərinin heç xəbəri yoxdur, bəziləri amma kifayət qədər yaxşı yararlanırlar bu imkanlardan. Əməkdaşımız Ləman Ələşrəf qızı da Azərbaycan gəncliyi ilə bağlı bir reportaj hazırlayıb. Həmin reportaja baxaq, sonra müzakirələr davam etdirərik. Buyurun, baxaq. Açıq söhbətdə gəncliyimizin müzakirəsi Xocalı soyqırımının il dönümünü qeyd etdiyimiz həftəyə təsadüf edir. Fevralın 20-sindən mən artıq Çingiz Mustafayevin çəkdiyi və Aynesin Qızıl fondunda saxlanılan kadrlar əsasında xəbərçi üçün süjetlər hazırlayırdım. Sözün əsl mənasında çox gərgin bir həftə keçirdim. Məni xüsusilə üzən böyüklərin nifrətinin, qəzəbinin qurbanı olan bu balacalardı. Onlar sağ qalsaydı, bu günümüzün gəncləri idi. Süjetləri hazırladığım ərəfədə Xocalı Rabitə Qovşağının o zamanki rəisi Cavid Əliyevdən də müsahibə götürmüşdüm. Ondan öyrəndim ki, erməni gülləsinin qurbanı olan bu körpənin cansız bədənini göz yaşları içində vertolyota daşıyan onun doğmaca atasıymış. O, bu faciədə həyat yoldaşını da, daha bir övladını da itirmişdi. Mən bilmirəm, bəlkə də bu ata sonradan ailə həyatı qurub, bəlkə də indi bugünkü gəncliyi təmsil edən övladlar da var. Amma o atanın heç vaxt gənc olmayacaq bu körpəsi və bu körpənin faciəsindən dolayı qocaman bir dərdi də var, buna əmin olun. Bəli, müharibə bizdən təkcə torpaqlarımızı yox, gənclərimizi də qopardı. Minlərlə gənc Qarabağ uğrunda canını verdi. Yüzlərlə körpə gəncliyin necə şirin bir nemət olduğunu dadmadı. Bugünkü gənclik də əminamanlıq dövrünün gəncliyi deyil. Yenə də hərbi xidmətini yerinə yetirərkən şəhid olan gənclərimizin tabutları gəlir qapılarımıza. Allah bilir, hələ daha neçə illər gələcəkdə. Amma ümumilikdə götürdükdə müasir gənclik ölkəsi müharibə şəraitində olan ölkənin gəncliyinə heç bənzəmir. Mən onlarda Qarabağı xilas etmək əzmini görmürəm. Gənclərimizi Qarabağdan çox internet klublar, çayxanalar, sosial şəbəkələr maraqlandırır. İndi sosial şəbəkəni həyat tərzinə çevirənlər hərə bir yandan üstümə düşə bilərlər ki, burada pis nə var ki, orada yekə-yekə məsələlərin, talih yüklü problemlərin müzakirəsi gedir və s. Başa düşürəm, amma heç də hamı bu sosial şəbəkələrdə talih yüklü məsələləri müzakirə etmir axı. Orta məktəbi yenicə bitirmiş gənc tanıyıram ki, təhsil haqqında yox, sosial şəbəkədə tanış olduğu ailəli qadınla evlənmək haqqında düşünür. Hər gün evimə Nəsimi rayon ərazisindəki məktəblərdən birinin həyətindən keçib gedirəm. 10-11-ci sinif şagirdlərinin ədəbsiz söyüşləri, şit zarafatları, intellekt səviyyələri adamı müasir və kreativ gənc beləmi olmalıdır sualı qarşısında qoyur. Məncə müasir və kreativ gənc təhsilli gənclərə deyilir. Azərbaycanda bugünkü təhsilin səviyyəsi isə hamıya yaxşı məlumdur. Amma təbii ki, qatğa qara demək niyyətində də deyiləm. Bizim yaxşı təhsil almış, hətta Avropada, Amerikada təhsil almış gənclərimiz də var ki, saylar da az deyil. Bugün 11 min gənc xaricdə oxuyur. Amma çoxluq əyalətlərdədir. Onlar nə işlə məşğul olurlar? Ümumiyyətlə məşğul olmağa iş tapa bilirlərmi? İşsiz gəncin sabahki yeri haradır? Təəssüf ki, sualların da sayı çoxdur, belə gənclərin də. Və inanın, bu cür gənclər çoxluq təşkil edir. Biz bu çoxluğu mütərəqqi fikirlərin daşıyıcısı olan intellektual çoxluq kimi görmək istəyirik. Bir də Qarabağımızı azad. Çünki bunu Qarabağda həyatını itirən minlərlə gəncin və gənc olmağa macal tapmayan bu körpələrin ruhu bizdən tələb edir. Reportajla bağlı fikirlərinizi bilmək istirdim. Rauf bəy, gənclərlə bağlı kifayət qədər fikirlər səsləndirildi. Mən ilk növbədə Qarabağ məsələsindən bağlı fikrimi bildirmək istəyərdim. Azərbaycan gəncliyinin bu istiqamətdə fəaliyyətin izləmək üçün sadəcə məsələn, xaricdə keçirilən, bu ərəfədə keçiriləcək Xocalı'na bağlı tədbirlərə baxın. Onlardan hansı faizi gənclərin təşəbbüsü ilə keçirilir və keçirilən tədbirlərdə, aksiyalarda gənclərin iştirak faizi. Orada böyük əksəriyyəti xaricdə təhsil alan Azərbaycanın tələbələridir. Hansı ki, onların yalnız mənəvi məsuliyyəti var və onlar bunu edirlər. Bəzən belə pessimistliyə düşürük, deyirik ki, gəncliyimiz düşünmür, bu gündəmdə deyil bu məsələlər və s. baxır. Belə deyil. Bizə lazım olan vaxtda elə bir bu ruh yüksəkliyini qaldıra bilərik ki, ta
ən şəhərin mərkəzində yaşayan, ən ucqar kənddə yaşayan gəncə qədər hər birinin gündəmində yalnız bu məsələ olsun. Cəvid bəy, sizin fikirləriniz necə? Yoxsulluq qədər insanın özünü güvəncini aşağı salan ikinci bir səbəb yoxdur. İkinci bir risk faktoru yoxdur ki, bəli, məcburi köçkün gənclərinin bu günləri əsas problemi yoxsulluqdur və o yoxsulluqdan irəli gələn nəticələr. Bunları bir kənara qoyaq. İkinci bir məsələ orada süjetdə də deyildi, gənclərin bu günləri aqressiv davranışıdır. Bəli, bu gənclərlə məktəblərdə kim işləyir? Məktəblərdə əgər məsələn gənclərə qeyri-zoraki yolla məsələn münasibətlər qurmaq, kommunikasiya eləmək, digərləri ilə, müəllimləri ilə, öz dostları ilə və cəmiyyətin digər nümayəndələri ilə qeyri-zoraki yolla davranış, məsələn, yollarını öyrədilmirsə, məsələn, məktəb psixoloqları bu sahədə kifayət qədər işləri zəifdir və bunu hamı bilir və təsdiqləyir. Bu öz yerində və digər tərəfdən əsas məsələ budur ki, təbii ki, qeyri-zoraki yolla münasibətlər qurmağa, davranışı öyrənməyən gənc sabahları ilk xoşa gəlmə hadisədə bıçaq çıxaracaq və problemləri bu yolla həll edəcək. Niyə görə Azərbaycan 18, 16, 15, 20 yaşlı gənci bu günləri türmədə, həyat tərzi türmədə olmalıdır və onun valideynləri əziyyət çəkməlidir? Niyə görə Azərbaycan gənci bu günləri türmədən çıxandan sonra, yəni İslah məntəqəsindən çıxandan sonra cəmiyyətə adaptasiya oluna bilməyəcək, reabilitasiya oluna bilməyəcək? Bu ciddi problemlərdir, Azərbaycan reallığında olan problemlərdir ki, bunlar hamısı bir-bir işlənilməli və ondan sonra biz uğurlardan və mübarizə əhval-ruhiyyəsindən danışa bilərik. Rauf bəy, işsiz gənclər məşğuliyyətlərini necə formülə eləyirlər? Gənclərin istədikləri iş, axtardıqları işlə onların qabiliyyətləri, potensialları çox vaxt üst-üstə düşmür. Yəni, bir çox gənclərimiz var ki, onların fikirlərində olan iş yeri, məvacib, onların bilik, bacarıq, təcrübələrindən çox-çox üstədir. Yəni, deyirsiniz ki, qabiliyyəti olan gənclər öz arzularını reallaşdıra bilirlər. Bəli. Geridə qalan digər hissədə var ki, onlar da hansı, yenə deyirəm, hal-hazırda kifayət qədər iş yeri, Azərbaycanın işsizlik faizi 6%-dir. Bu, ümumdünya göstəricisindən aşağı olan rəqəmdir. Yəni, son dövrlərdə açılan yeni iş yerləri və s. Bu statistika ilə indi yormaq istəmirəmsə, amma bir dənə məsələni deyim, 2008-2012-ci illərdə dövlət qulluğuna qəbul olunan vətəndaşlar sırasında 68% gəncdir. Yəni, bunların 68% gəncdir, hansı ki, bu mərhələni keçiblər və dövlət qulluğunda işə qəbul olunublar. Bir çox gənclər də var ki, onlar deyirlər ki, mən 4 il oxumuşam, mən istəyirəm bakalavr təhsilimi bitirən kimi gedim filan nazirlikdə işləyim və yaxud da ki, filan bankda, filan yerdə işləyim və s. Amma reallığı ortaya qoyanda görürük ki, heç də onun biliyi, təcrübəsi, potensialı həmin o arzuladığı yerdə çalışmağa imkan vermir. Və həmin insan da hansısa bir aşağı nöqtədən başlamağı qəbul etmir və işsiz qalmağı üstünü tutur. Nəinki gedib hardansa karyerasını başlasın, biraz aşağı gedir. Cəvid bəy, bəs əyalətdə işsiz gənc nə edir və ümumiyyətlə əyalətdə necə qabiliyyəti olan gənc özünə uyğun iş tapa bilirmi? Mən üzr istəyirəm, yəni bilirsiniz də Azərbaycanın əhalisinin 30-40%-ə yaxını gəncdir və mən əminəm ki, indi onlar oturublar və iş yerlərinin harada olması barəsində bir-birlərinə suallar verirlər ki, doğrudan da bu iş yerləri varsa da haradadır. Yəni, həqiqətən statistika mühümdür, statistikanı demək lazımdır, amma real araşdıranda, real o gənclərlə işləyəndə görürsən ki, iş yerləri bugün Azərbaycanda ən böyük problemdir. Məşğulluq idarələrinin özləri belə, özləri boyunlarını alırlar ki, bəli, bu günləri kifayət qədər işlə bağlı problemlər var. Bunun bir digər tərəfi ondan ibarətdir ki, sistemli yanaşma yoxdur deyə burada. Məsələn, deyək ki, məşğulluq idarələrinə gənclər müraciət eləməlidir. Bunun özü bir işdir. Gəncləri, elə region gənclərini həvəsləndirmək, onları maarifləndirmək ki, gedin məşğulluq idarələrinə. İkinci bir məsələ, məşğulluq idarələrinə getdi. Məşğulluq idarələrinə gələn gəncə iş təklifi çox aşağıdır. Axı, işi olan şirkət məşğulluq idarəsinə məlumat vermir. QHT sektoru və digər özəl sektorlar dövlətlə bu sahədə əməkdaşlıq eləmirlər. Niyə cərimələr aşağıdır? İş, belə deyək də, xəbərini verməyən biznes təşkilatları çox aşağı səviyyədə cərimələnirlər və belə olan halda hər hansı bir qabiliyyəti olan gənc məşğulluq idarəsinə gəlir və işsiz qalır. Əgər gəncə biz vaxtında bacarıq verə bilməmişiksə, əgər onu hər hansısa bir peşə ixtisası üzrə, belə deyək də, təlimləndirməmişiksə, o ümumiyyətlə o karyera quruculuğu barəsində düşünmür. Bu ümumiyyətlə onun üçün qeyri-adi. Ümumiyyətlə karyera deyəndə o sual verə bilər ki, ümumiyyətlə karyera siz nəyə deyirsiniz? Mənim nə qədər ətrafımda dostum var, gənc alimdirlər. Onların gənc alimliyi müqabilində aldıqları məvacib, yəni təqaüd 110 manatdan ibarətdir. 110 manat tədqiqat keçirməyin heç alətinə sərf olunmur. Yəni bir kitabı ay ərzində bir gənc alim istəsə printerdən, kserokopiyadan, yəni çıxarsın, nə baş verəcək? Elə onun 100 manatı o kitaba gedəcək.
Gənclərin bu günləri cəmləşdiyi, yəni yerlərdən biri də sosial şəbəkələrdir. Mən sosial şəbəkələrdə gənclərin hadisələrə yanaşmasını izləyirəm. Sanki 3 qrupa ayrılıblar. Aşırı tərəfkeşlər, yəni bura həm aiddir iqtidar yönümlü, həm də müxalif yönümlü gənclər, bir də hadisələrə bir tərəf yanaşanlar. Rauf bəy, siz də sosial şəbəkələrdən istifadə edirsiniz, həm də bir gənc kimi. Gənclərin dünya görünüşü necədir? Yəni sosial şəbəkələrin inkişafı bu sahədə özünü göstərə bilibmi? Sosial şəbəkələrin populyarlaşmağa başlaması insanların dünya, xüsusən də gənclərin dünya görüşünün artmasında çox mühüm rol oynayıb. Bu resurslardan istifadə edərək insanlar, hətta belə bir fikir var ki, artıq biz xəbərlər və məlumatları axtarıb tapmırıq. Xəbər və məlumatlar özləri axtarıb bizi tapırlar. Və bu sosial şəbəkələrin olmağı və bunlardan geniş istifadə imkanlarının yaradılmağı hər bir Azərbaycan gənci üçün müəyyən bir platforma yaradır. O platformada həmin gənc öz fəaliyyətini müsbət istiqamətdə formalaşdırıb nəsə əldə edə bilər və yaxud da ki, həmin o imkanlardan yararlanmaz. Bu da yenə bir növ eyni bayaq, yəni dövlətin gənclər üçün yaratdıqları bir mühitə bənzəyir. Hansı ki, imkanlar da var, onlardan istifadə edib yaxşı işləri görmək olar və yaxud da onlardan istifadə etməmək də olar. Amma çox sevindirici haldır ki, Azərbaycan gəncliyi bir qrup var ki, onlar da oradan da sosial şəbəkələrdən effektiv şəkildə istifadə edirlər. Məsələn, mənim tanışlarım var ki, biznes qruplar sosial şəbəkələr üzərindən və çox az aşağı bir 3 rəqəmli bir investisiya ilə başlayıblar və hal-hazırda həmin bizneslərini doğrudan da yaxşı bir duruma gətirirlər və inkişaf etdirmək üzrədirlər. Bir qrup var ki, ictimai məsələlərdə çox fəaldır, hansısa məsələlərin qabardılması, onların həlli istiqamətində, ümumi bu sosial şəbəkələrdə bir rəyin formalaşdırılması istiqamətində. Elə insan var ki, Azərbaycanın milli maraqlarının qorunması baxımında çox fəal şəkildə sosial şəbəkələrdən istifadə edir. Bu təcrübələr vardır. Amma elə gənclər var ki, şübhəsiz ki, bunlar xüsusi bir nəyinəsə məşğul olmurlar orada. Cavid bəy, əyalət gənci sosial şəbəkələrdən necə istifadə edir? Əyalət gəncinin sosial şəbəkələrdən istifadəsi mən tərəfindən tədqiqat olunmuş bir məsələdir. Məsələn, sizə bir məsələ deyəcəm. Əyalət gənclərinin bu əslində özünə güvənclərinin nə qədər aşağı olmasından xəbər verir. Profillərini açanda heç vaxt öz yaşadığı regionun adını qoymurlar, əksər vaxtlarda. Məsələn, deyək ki, Mingəçevirdəndirsə, qoyacaq Bakı. Tutaq ki, Mingəçevirdə hər hansı bir kollecdə təhsil alırsa, qoyacaq məsələn, ümumiyyətlə başqa bir məkan. Niyə? Bu ondan xəbər verir ki, əyalət gənci həqiqətən də o əyalət kəlməsinin özü Azərbaycanda artıq belə deyək də aşağı səviyyədə belə deyək, səsləri niyə görə belə olmalıdır? Yəni, sual verirəm mən bu məsələlərlə məşğul olanlara ki, həqiqətən niyə görə əyalət kənar bir yer olmalıdır? Məsələn, mən müəllim yağları Amerikada misal çəkdim. Mən deyə bilərəm ki, məsələn, Avropada xüsusilə də məsələn, bir dəfə belə deyək də, biz Avropada, belə deyək, Amerikadan heç də geri qalmış bir məkan deyil, hətta sosial rifah cəhətdən ən inkişaf eləmiş ölkələr oradadılar. Məsələn, İsveç. Mən İsveçin Lund şəhərindəydim. Lund, belə deyək də, Stokholmdan, yəni İsveçin paytaxtından çox-çox uzaqdadır. Danimarkanın sərhəddə. Əyalət sayıla bilər. Lundda oldum və Lunddakı o təhsil mühitindən, o iş mühitini görəndə başa düşdüm ki, bəli, niyə görə bizdə əyalət məsələlərinə belə baxırlar? Baxın, Lund Sosial Müdafiə Nazirliyində işləyirdi, rəhbər vəzifədə bir nəfər insan, qız, hansı ki, eşitmək məhdudiyyəti var idi. Yəni, o anadan gəlmə eşitmək problemi olan insan idi. Deaf people deyirlər onlara. Onlar orada rəhbər şəxs işləyirdi. Azərbaycanda ümumiyyətlə hər hansısa bir əlilliyi olan insanın ümumiyyətlə nəinki rəhbər vəzifələrdə cəmiyyətə inteqrasiyasını təsəvvür eləyə bilmirik. Azərbaycanda problem var. Bu ölüm deyil, dünyanın axırı deyil. Problem hər bir ölkədə var. Biz çalışmalıyıq ki, bu sahədə real tədqiqatlar nəticəsində bu problemləri bir-bir o böhranlı gəncləri böhrandan xilas eləyək. İkinci bir məsələ oldu ki, böhranlı gənc heç vaxt gəlib irəli trening senteri tapmayacaq. Onu evindən çıxarmaq lazımdır, onunla əl tutmaq lazımdır. Elə bataqlıqda olan gəncin əlindən tutub bataqlıqdan çıxarmaq lazımdır. O irəli gənclər mərkəzində, təlim mərkəzində gəlir kimlər, hansı kifayət qədər mübariz əhval-ruhiyyədədirlər və belə deyək də inkişaf eləmək istəyirlər. Onlar bataqlıqda deyirlər. Amma Azərbaycanda 30-40% gənci olan bir məmləkətdə onların hər birinin belə deyək də, böhrandan çıxarmaq üçün gərək onda minlərlə irəli olsun bu ölkədə təşkilat kimi. Ona görə də burada hər bir təsisat, dövlət və qeyri-dövlət və özəl sektor birlikdə öz sosial məsuliyyətlərini dərk eləməlidir, dövlət məsuliyyətini dərk eləməlidir, birlikdə bir inkişaf planı hazırlamalıdır, gənclərin cəmiyyətə inteqrasiyası. Rauf bəy, siz öz təşkilatınıza regionlardan gənclər cəlb edirsinizmi? Yəni, bu iş üçün heç regionlarda olmuşsunuzmu?
İrəlinin Azərbaycan gəncləri arasında ən məşhur, ən çox sevilən, ən çox gözlənilən layihələri var. Bu, Gənc Liderlər üçün Yay Universiteti, Gənc Liderlər üçün Qış Universiteti və Azərbaycan Gənclərinin Liderlik Forumu 3 ən brend, ən tanınmış layihədir. Və bu 3 layihə indiyə qədər 7, 8, 9 dəfə cəmi keçirilib və o layihələrdən 9 layihədən biri də Bakıda keçirilməyib. Bunlar keçirilib Gəncədə, Qazaxda, Oğuzda, Qəbələdə, keçirilib Sabirabadda, hamısı bölgələrdə keçirilib. Əsas hədəfimiz fəal gəncləri bölgələrə aparmaq, eyni zamanda bölgədəki gəncləri həmin fəal gənclərlə birləşdirmək. Üstəlik, Azərbaycan həmin o layihələr çərçivəsi daxilində müzakirə olunan məsələlərlə bağlı dəvət etdiyimiz ekspertləri, Azərbaycanın ən tanınmış şəxslərini məhz həmin o region gəncləri ilə bir masa ətrafında otuzdurmaq və həmin o müzakirələri aparmaq, həmin o bariyeri qırmaq. Reklamlara ayrılırıq, sonra yenidən gənclərin problemlərindən danışacağıq. Açıq söhbətdəyik, mövzumuz gənclərimizin problemləridir. Qonaqlarım İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyev və region gənclərlə təlimlər keçən Cavid İmamoğludur. Rauf bəy, gənclər həmişə cəmiyyəti dəyişən qüvvə sayılıblar. Bugün Azərbaycan gəncliyinin ictimai-siyasi proseslərdə iştirakı nə dərəcədədir? Azərbaycan gənci hal-hazırda yaradılmış bu platformada istər real olsun, istər onlayn olsun, bu platformalarda ictimai və siyasi məsələlərə kifayət qədər fəal reaksiya göstərir, münasibət göstərir və bu fəallıq artan tempdə davam edir. Cavid bəy, bəs region gəncləri özlərini ictimai-siyasi proseslər üçün yararlı bilirlərmi? Əslində, region gəncləri deyərdim ki, şəhər gənclərindən daha ictimai-siyasi cəhətdən aktiv olurlar. Niyə? Çünki vaxt kifayət qədər olur, həm kitab oxuyurlar. Məsələn, mən özüm Bakıda yaşaya-yaşaya elə kitabları var ki, oxumamışam. Amma mən gedirəm rayona, hansı ki, qohumlarımız var orada, görürəm ki, dünya ədəbiyyatının hamısını oxuyub qutarıblar. Yəni, mənə təəccüblü gəlir ki, buna haradan? Sonra nəticə bağlıram ki, bəli, orada kifayət qədər vaxt boşluğu var. Həm televiziya izləməyə, həm internet saytlarına baxmağa. Bilirsiniz, ictimai-siyasi cəhətdən aktiv olmaq o qədər də mühüm məsələ deyil. İctimai-siyasi cəhətdən aktiv gərək məntiqi olsun. Belə deyək də, əgər bir gənc həqiqətən də vaxt boşluğundan əziyyət çəkirsə, onun üçün artıq vaxt dəyərsizləşir. Və dəyərsizləşdiyi halda bir gənc gedib ictimai-siyasi cəhətdən həddindən artıq vaxt məşğul olacaq. Bir gənc gedəcək artıq cinayətkarlıqla, belə deyək də, məşğul olacaq. Bir gənc gedəcək oğurluq edəcək. Narkomaniya ən böyük problemdir regionlarda bu günlər. Nədən irəli gəlir? Vaxt boşluğundan. O qədər vaxt dəyərsizləşir ki, bəli, gələcəkdə onlar üçün artıq belə bu dəyərsizləşmə özlərinə qarşı olan münasibət, həmçinin vətən, millət, dövlət və bu yolda istiqamətdə xidmət eləmək, yeri gələndə ictimai proseslərdə aktiv, fəal iştirak eləmək kimi anlayışlar onlar üçün yox olacaq yavaş-yavaş. Rauf bəy, yaşlılardan necə reaksiya alırsınız? Sizi bəyənməyənlər nə qədər olar? Ümumiyyətlə, bu atalar və oğullar məsələsi hər zaman olub. Heç də hər şey yaşlı nəsil tərəfindən bir dəfəyə qəbul olunmur. Müəyyən bir period lazımdır ki, onlar da qəbul etsinlər. Daha kreativ, daha progresiv olan təbəqə, gənclər qrupu bu çətinliklə qarşılaşırlar ki, onların fikirləri, onların fəaliyyətləri biraz o qədər də asanlıqla qarşılanmır yaşlı nəsil tərəfindən. Amma bütün bu məsələlər hamısı vaxtla həll oluna biləndir və mən belə düşünürəm ki, bu hər zaman olacaq və mən də belə fikirləşirəm ki, biz də artıq müəyyən yaş həddin keçdikdən sonra bizdən sonra gələn gənclərin etdiklərinə biraz skeptik yanaşacaq. Bunlar bunu niyə eləyirlər və s. baxır. Amma ola bilsin müəyyən müddətdən sonra biz də artıq onu qəbul etmiş olacaq. Yəni bu məsələ hal-hazırda məncə kəskin deyil. Amma bir dənə də məsələni qeyd edim. Hörmətli oponentimin fikirlərinə qulaq asanda mən fikirləşirəm ki, yəni doğrudanmı mən də Azərbaycanda yaşayıram? Yəni çox uzaq gəlir. Sizin dediyiniz məsələlər və problemlər doğrudan da mövcuddur. Amma onlar hansısa bir qrupa, hansısa bir bölgəyə, hansısa bir regiona xas olan bir xüsusiyyətlərdir. Sadəcə onu bütün Azərbaycan miqyasında təqdim edəndə bu mənim fikrimcə bir qədər reallığın təhrif olunmasına gətirib çıxardır. Siz dediyiniz məsələlər şübhəsiz ki, problemlər var və problemlərin olduğunu heç kəs inkar etmir. Amma sizin danışıqlarınıza qulaq asanda mən də biraz özümü hiss edirəm. Bəlkə bizdə bir problem var. Biz gedib o gəncləri görmürük, o məsələ barədə məlumatımız yoxdur. Amma həqiqətən yəni problemlər var, amma kifayət qədər progress var. Mən bir məsələ əlavə eləmək istəyirdim. Həqiqətən də doğrudan da problem yoxdursa, yəni mən istəmərəm heç problem olsun. Amma bir məsələ var. Gəlin məsələn adi bir ilk əvvəl dediyim məsələyə qayıdaq.
Qayğıdan azad olmuş gənclər, yəni internat evini müəssisəni tərk edilmiş gənclərin vəziyyətindən bağlı nə dəyişikliyi var? Və yaxud da digər bir məsələ, məcburi köçkünlərlə bağlı, məcburi köçkün gənclərin vəziyyətində nə dəyişikliyi var? Qayğıdan azad olmuş gənclərlə bağlı dövlət proqramına salınmışdı, onlara gənclər evi tikilsin. Hanı o gənclər evi? Bax, bu problemlər var və bunlara heç kəs... Bak Bey, cavab verərsiniz. Bəs ki, yəni mən bayaq da qeyd elədim ki, problemlərin olmağını heç kəs inkar etmir. Həmin o dediyiniz Gənclər Fondunun yaradılması Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramının daxilindədir və eyni dövlət proqramının daxilində yer alıb ki, Azərbaycanın bölgələrində gənclər evləri tikilməlidir və bəzi bölgələrimizdə, regionlarımızda bu gənclər evi var və bəzilərində tikilməkdədir. Əyalətdə yaşlılarla gənclərin problemləri necə həllini tapır? Bəli, amma əvvəl bir məsələni deyim ki, gənc yaşı xüsusilə Azərbaycanda yəni gedir. Yəni 2 il, 3 il, 4 ildən sonra mən artıq gənc deyiləm, siz də gənc deyilsiniz. O gənclər də gənc deyirlər. Yəni bu günlərə əgər onlar diqqətdən kənarda qalıbsa, o rifahı görməyiblərsə, sabah onlara daha artıq lazım deyil orada baş verənlər. Əyalət gənclərinin yaşlılarla arası münasibətlərini soruşursunuzsa, orada məsələlər belə deyək də daha paytaxta nisbətən yaxşıdır. Niyə? Çünki icmadır, yəni hələ şəhərləşməmiş icmadır, belə deyək də insanların bir-birinə münasibətləri normal yerindədir və belə deyək də yaşlıya, ağsaqqalaq bir şeyə gənclər tərəfindən hörmət var və gəncləri də yaşlılar dəstəkləyirlər. Bu öz yerində. Siz fikir versəz, xüsusilə son zamanlar yaşlılar, məsələn, əyalətlərdə baş verən narahatçılıqlar, sosial partlayışlar oldu bəzi əyalətlərdə. Onu yaşlılar da dəstəkləyirdilər. Bunları gənclər elədilər və yaşlılar da dəstəklədilər. Niyə? Çünki onlar arasında ünsiyyət körpüsü hələ tam aradan getməyib. Şəhərdə bu problemlidir. Niyə? Çünki ondan xəbər verir ki, şəhərdə icmalaşma aşağı səviyyədədir və gənc öz sözünü, yaşlı öz sözünü birbaşa gəncə çatdıra bilmir və münaqişələr yaranır. Amma digər bir məsələ ailə daxili bir məsələdir. Bizim ailələrdə gənclərə qarşı həddindən artıq valideynləri tərəfindən baskı var, təpki var. Onlara qarşı avtoritar bir siyasət yürüdürlər və bu gəncimizin özünə güvəncini aşağı salır. Sabah onu şəxsiyyət kimi cəmiyyətə formalaşmağına imkan vermir. Auditoriyanın sualları var. Buyurun. Salam Rauf bəyədir. Universitetdən kənar vaxtların dəyərləndirilməsi işlərlə də mümkün, yəni işə getməklə. Amma çox az müəssisədə part-time iş anlayışı olduğundan biz bundan yararlana bilmirik, xüsusən də qızlar. Bəli, part-time iş anlayışı, part-time işləmək biraz çətindir. Çünki həmin o qurumların rəhbərləri də hansısa işçini uzun müddət, gün ərzində işləsə siz daha produktiv olursunuz. Amma part-time job anlayışından yanaşı bir internship deyilən bir ifadə də var ki, siz praktikaya gedə bilərsiniz. Hansısa bir şirkətdə, hər hansı bir kompaniyada, hər hansı bir qurumda sadəcə siz təcrübə keçirirsiniz, o işi öyrənirsiniz. Universitetdə öyrəndiyiniz nəzəriyyəni həmin o şirkətdə praktika ilə tamamlayırsınız və siz özünüzü yaxşı göstərəcəyiniz bir halda təhsil müddətiniz bitən kimi həmin o şirkət heç bir xüsusi imtahan və sair olmadan sizi öz şirkətində işə götürəcək. Çünki artıq o sizi tanıyır, siz də onu tanıyırsınız və işi tanıyırsınız və o sizi dəyərləndirmə imkanı əldə edib. Cavid bəyə sual vermək istəyirlər. Buyurun. Əgər dövlət bir daha problemi həll eləmək istəyirsə, ona kompleks şəkildə yanaşır. Niyə siz bu məsələnin daha xırdalına gedirsiniz? Bəli, xırdalına getmək lazım bəzən, bölmək lazımdır. Amma kompleks şəkildə yanaşanda bu addım-addım olmalıdır. Sizin buna münasibətiniz? Bəyimiz çox gözəldir. Yəni, onun yanaşması mənə çox xoşuma gəldi. Kompleks yanaşmaq anlayışı var və hər şeyi, belə deyək də, resurs mərkəzi açmağa ehtiyac yoxdur. Amma gəlin bu günləri, məsələn, İrəli İctimai Birliyində hüquq məsləhət mərkəzi var. Niyə İrəli İctimai Birliyi özünü, məsələn, bu qədər univermaq olub da? Hər şey var. Təlim mərkəzi var, resurs mərkəzi var, hüquq mərkəzi var, nə bilim, psixoloji konsultasiya akademiyası var, nə bilim, hər şey var İrəlidə. Niyə İrəli, məsələn, onda bunları eləyir? Yəni, söhbət ondan gedir ki, müvəqqəti çıxış yolu bu günləri hər hansısa bir formada vətəndaş cəmiyyətinin dəstəyidir. Bəli, ta ki, dövlət strukturunda olan, belə deyək, xidmətlər özünün keyfiyyətini artırana qədər, bəli, resurs mərkəzləri müvəqqətidir. Köhnə Bakılılardan, yaşlı nəslin nümayəndələrindən tez-tez şəhərin dəyişdiyini fikirlərini eşidirik. Yəni, onlar bunu son illərin, yəni kənddən şəhərə axın edən insanların sayının çox olması ilə əlaqələndirirlər. Hətta Bakı kəndə çevrilib kimi stereotip də yaranıb. Buna münasibətiniz? Buyurun. İlk növbədə deyim ki, həmin o Bakıya gələnlər də, Bakıdan gedənlər də hər bir Azərbaycan vətəndaşıdırlar və bu bölgünün qətiyyən mən haqq qazandırmıram. Hər birimiz, hər bir Azərbaycan gənci öz fəaliyyəti ilə birbaşa da olmasa dolayı yolla bu cəmiyyətin inkişafı üçün çalışır. Bizim hədəfimiz inkişaf, yalnız inkişaf deyil, maksimum inkişafdır.
əldə edəcəklərimiz bizim bacardıqlarımızın maksimumu olmalıdır. Cavid bəy, buyurun. Əslində bir insan bir yerdə sıxılırsa və orada hava yoxdursa, təbii ki, havaya tərəf hərəkət eləyəcək, yəni ora tərəf getməyə başlayacaq. Bu günləri region gənclərinin Bakıya və yaxud region əhalisinin Bakıya, şəhərin mərkəzinə axışmasının bir dənə problemdir bu əslində. Niyə görə? Çünki orada nəfəs almağa imkan yoxdur. Məsələn, regionda əgər icma daxilində kifayət qədər resurslar olsaydı, məsələn, hər hansısa bir Qazax rayonunda olan bir gənc, elə Qazax rayonunda olan bir universitetə daxil olmaq həvəsində olsaydı, bəli, region gəncləri elə orada da qalardılar. Əgər deyək ki, məsələn, hər hansı bir regionda təhsil mərkəzi yoxdursa və kifayət qədər resurs yoxdursa, resurs olan tərəfə gəlməyə məcbur olacaqlar. Məsələn, region gənclərinin əksəriyyəti çox yaxşı məktəbi qutarıb, məsələn, instituta girmək həvəsindədirlər. Niyə? Bu, normalda belə baxanda çox zahirdə yaxşı görsənir, amma əsl səbəbi bilirsiniz nədir? Çünki onlar tezliklə regionu tərk eləmək istəyirlər. Çünki regionda qalmaq artıq onlara sərf eləmir, onların ziyanladır. Bir şəxsiyyət kimi formalaşmaq, cəmiyyətdə sabahları mövqe tutmaq istəyirlərsə, mütləq Bakıya gəlirlər. Amma bu belə olmamalıdır. Hər regionun özünün bir region mərkəzi olmalıdır. Bu günlərin mərkəz elə mərkəzdir. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bu günləri Açıq Söhbətdə gəncliyimizin problemlərindən danışdıq. Qonaqlarım İrəli İctimai Birliyinin sədri Rauf Mərdiyev və region gənclərlə işləyən gənclərimizdən biri sosioloq Cavid İmamoğlu idi. Necə deyərlər, fərqi yoxdur, şəhərli yaxud da kəndli. Gənclik bizim gələcəyimizdir. Biz bu gəncliyi elə qurmalıyıq ki, sabah təəssüflənməyək. Açıq Söhbətdə gələn həftə görüşərik. Salamat qalın. Təşəkkür edirəm sizə. Təşəkkür edirəm. Təşəkkür edirəm.